Səfəvi hökmdarı. 1-ci Şah Abbas görkəmli Səfəvi hökmdarı olub. O, 1587-ci ildə 16 yaşında taxta çıxıb. 1-ci Şah Abbas orta boylu, yaşıl gözlü bir şəxs idi. Nazik, ucları yuxarıya doğru qaldırdığı bığları ona xüsusi yaraşıq verirdi. O, təmtərağı sevməz, bir qayda olaraq sadə geyinərdi. Demək olar ki, zinniyyət əşyalarından istifadə etməzdi. Təkcə qılıncının qəbzəsi qızıldan idi. 1-ci Şah Abbas xalqın qayğısına qalan, cəsur, tədbirli, ədalətli, geniş dünya görüşünə malik hökmdar idi. O, əhaliyə bərəkətli torpaqlar, sürülər bağışlamaqdan, mal-pul paylamaqdan yorulmazdı. Yəqin ki, elə bu xüsusiyyətləri ona xalq arasında böyük hörmət qazandırmışdı. Təsadüfi deyil ki, o bir çox nağılların, rəvayətlərin qəhrəmanına çevrilmişdi. 1-ci Şah Abbas uğurlu hərbi əməliyyatları, geniş quruculuq işləri ilə yadda qalıb. Hakimiyyətə gəldiyi ilk gündən dövlətini çətin vəziyyətdən qurtarmaq üçün bir çox işlər görüb. İlk növbədə nizami ordu yaradıb, doğma ana dilinə önəm vermişdi. Onun tələbi ilə sarayda hamı türk dilində danışırdı. Hətta İtalyan səyyahı Della Valle bu haqda öz xatirələrində yazır. Şah mənim türk dilini bilib-bilmədiyimi soruşdu. Xoş gəldin, səfa gətirdin deyərək səyahətimin səbəbləri haqqında məni bu dildə sorğu-sual etdi. İndi sizin üçün hazırlanan bu 3 sualın cavabını izləyə bilərsiniz.